Hello。我们今天要去提车啦。激动吗？不激动。你激动吗？激动。我激动的好像更多。因为车是你开啊。我只负责坐就可以了，我不用开。好的，我们先坐。Let's go. Bəli, indi maşını götürməyə gedirik. Daha doğrusu Sərdargilə gedirik. Oradan birlikdə maşını götürməyə gedəcəyik. 2-3 gün sonra Elnurla Vüsal gəlir. Elnur Yaponiyada, Vüsal Azərbaycandan gəlir. 2003-cü ildən hardasa 23 illik, 24 illik dostlarımdır. Liseyi bir yerdə oxumuşuq. Onlar maşın kiralayacağımı düşünür, amma maşını aldıq, xeyirli olsun inşallah. Belə. Heyecan dorukta ya zaten senin için. Salona geldik. Böyle bir yer. Arabayı buradan teslim alacağız. Bu i8'i almak istiyordum ama çok pahalı. Muazzam bir araba. Acayip bir araba. Şu i8'in güzelliği biraz pahalı. Yani benim bütçemi aşıyor, o yüzden alamadım. Bu da ET9 en pahalı arabası Nio'nun. 800.000. Bizim yakışıklı da burada. Yakışıklı geliyor, yakışıklı. Evet, arabayı teslim aldık. Şurada duruyor. Daha nice güzelleri size nasip olsun umarım. Bu arabaya şarj etmek isterseniz iki yöntemi bulunuyor. Bir normal şarj istasyonundan şarj edebiliyorsunuz. Bir de Nio'nun arkada şöyle bir şarj istasyonu mevcut. Burada arabanın bataryasını değiştirebilirsiniz. Pili bitmiş bataryayı çıkarıyor. 3 dakikada yerine yeni dolu bataryayı takıyor. Muazzam bir sisteme sahip. Mesela bu araba 3 dakikaya değiştirdi. Yukarıda da yazıyor. Batarya değiştirme süresi 3 dakika. Batarya değiştirdikten sonra buradan çıkacak. Şimdi arabayı ilk kez kullanacağız. Hadi hayırlı olsun inşallah, sağ salim kullanalım. Haradasın sen? Mesaja niye cevap yazmışsan? Hadi internet var. Ne dersin? Ne hoş yapsın. Ha? Beşikti. Şimdi şurada şu yukarı işe. Korkmuşsan? Ha? Ya Allah da kere. 要聊一会再走。 Ben niye WeChat'ı yükleme? Yeter de. Bizim YouTube'daki videolarda şey var. Tamam böyle ciddi durum. 请走左侧两车道。 Sen bir şey haberim var ya. Ne haber? Maşın benimdi. 600米处有限速100拍照。 Süper. Siyah. Hayırlı olsun. Dün aldık. Dün aldık 2 gün bundan var. Ben o SUV götürme niyetinden hele hardasa bir bakalım bilende diyeceğiz. 600米处有限速100拍照。 İnşallah özün için olsun. Hayırlı olsun. Sağ ol yüreğim, sağ ol. Kazansız belasız. 请走左侧两车道， İnşallah. Dedim geldiğinde sürpriz edeceğim size. 靠左沿主路行驶。 Yok, hiç kim bilmir. Anam da bilmir. Alo. Yar yanlar. Ha, indi də Elnur gəlir. Elnur'u qarşılamaya gedirik. Yaponiyadan da Elnur gəlir. Şanxay ilə bağlı təəssüratlarınız necədir? Əladır, əladır. Çox sürətli gəzmişəm. Uzun yarısını gəzmişəm şəhərin. İntensiv şəhər turu. Hoş geldiniz. Hələ çəkiliş var, söyüşlərdə. Xoş gəlibsən. Hoş gördük. Tamam, xoş gəlibsən. Sağ ol. Gəl, gəl. Sağ ol. 说明个小马熊呢？ Sağ ol. 这个是 Sağ ol. 这个是 Sağ ol.
Yaptık bir şeyler ya canım. Adam yer özünə çıxartır. Kim meyvesini? Bu böyle kolay mı lan? Sen bu mu? Sen, hə? Sən deyirəm bataryası dəyişir. Niye yok şu lan? Nə yapışır? Lig. 9 meyve. Sən özdə koltuğun uşaq deyirsən ki. Hazırsınız uşaqlar. Uçurdum sizi. Cəm həyəcan var həqiqətən mənə görə. Maşını mən sürəm deyənə. Məzələnmə. Arkada oturmuşam. Bəst. Uşaqlar. Düz qalındakı. Deyəcəm getdi Rolls Royce. Bunlar niyə gizli şeylər yazırlar o şeylərin üstünə, maşının üstünə? Getdik. Getdik. Bismillah. Elnur acıb hökmən dedi ki, saxlayın maşını, yolun qırağında saska yeyəcəm. Düz Vaytən şeyində Şanxay mərkəzində oturub bu saska yeyir. Sağlam açmak şurada. Bu. Nətərdir? O da güzel. Geçen. Tamam. Tamam. Tarafsız. Yok. Ne diyorsun? Alıp da. Valla. Sağ ol sen. Almışsan. Seni. Sən vurmayım da. Niyə bax durduq ya, niyə buna görə sən vurum? Sən vurum. Şeyləri. O şey var idi. Yalancı çoban. O qədər o qədər yalanlı. O qədər yalan danışmışam ki, Heç kim inanmır. İndi inanmır ki, maşını mən almışam. Tarafsız. Seni. Nə olacaq ki maşını? Cəm, təzə maşının o nömrəsini elə vururlar da, niyə indi elə vurub? Soruşdun ki, maşının nömrəsini aldı, mən deyim ki, rentə qararda belə olur. Təbrik edirəm. Sağ ol. İnandı ya. Benim başında sanki değil. Tek istediğim söhbətin tamamlanmalıdır. Daha qalmışam. Valla. Bayaqdan təbrik edirəm. Söymədə. Təbrik edirəm. Müəllim. Kırtmamsa. Mən də istəyirəm ki, eyni anda deyim, sürprizi. Elnur hələ indi inanır ki, maşını almışam. Bir hətta an dedim, sən öl, mən uzatırıq belə. Hələ də inanmayıb. Hələ də inanmayıb ki, maşını mən almışam. Səhərdən fikirləşir ki, bu nə qədər qazanır ki? Hardan tapdı Bu hardan tapdı pulu da. Ya mən indi inandı. İnansın canım. Sen inanılır her deyirsən də şaka yaptım. Şaka yaptım. Süper can, Allah sağlık ismi inşallah. Sağ ol canım. Daha önce Elnur elə inanıb ki, daha şaka yaptı sən də inanacaq. Bizə inanıb şey, əməl başlayın, hafsa deyəsən ki, şey deyil. Şaka yaptım. Şaka yaptım. O şaka yapdığıma inanmayacaq. O qədər zarafata o qədər şey eləmişəm ki, lisey vaxtında mən həmin o belə deyim də yersiz, o gərəksiz şit zarafatlarım. Şit zarafatı nə deyir? Trolluyurdu, hamı trolluyurdu. Trollamağımla məşhur idim. O xasiyyətim liseydən qalıb. Əlaqəsiz bir şeyə inandırırdım. Elə ilk qurbanlarından biri də Elnur oldu həmişə. Şeydə sən ən Elnur çox ha. Hə, Elnur. Məni də az trollamayır. Sən də. Sən Elnur ilklərdən oldu. Yox, Elnur sən ilk idin. Lo que tú quieras, bailame en el tubo suave. Yo te digo lo que tú quieras, bailame en el tubo suave. Yo te digo lo que tú quieras, bailame en el tubo suave. Deməli, Azərbaycandan şəkərbura paxlava, şəkər halvası, Quba halvası, Quba paxlavası. Quba paxlavası, Bakı paxlavası və Azərbaycan çayı gəlib. Zəhmət olmasa çöldə çəkərdiniz. Amcaya gedirik. Saat neçədir? 5-ə 20 dəqiqə işləyir. Dedik biraz dincələk. Elnur bəy, keyf əhvalınız necədir? Eyvallah, her şey Rahatsız. qaydasında süper. Sen için biraz işe bakacağım, biraz işler var. Yani gözlerine göre. Elnur də şey, kadrı buradan tamam. Qapını açın çəkim də. Kapıyı açmıyor. Qapını açanda Elnurun bütün oturacağının bütün ayarları dəyişir. Abi
pəncərədən çəkəcək. Sulamır. Nədir, kompüter bağladınız? Kompüteri bağlamışam. Hə, zaryadka edir orada. Hə, şarj edir. Davam edəcək. Necə idi şəkər bura? Əladır. Şəkər bura və paxlavalara görə, paxlavaya görə. Xanoğlu baklavaya təşəkkür edirik. Xüsusilə də Xanoğlan müəllimə. Uşaqlar, sizcə nə qədər yazacaq? Nə qədər olsa məntiqli olar? Neçə kilometr? 15 manat. Hardasa 160-170 kilometr. ...71. Oha, mənə gəldi. 71. Mən 75 dedim. Sen 75 dedin? Belə də normal, məncə yaxşıdır, okeydir. Yaponiyadan çox ucuzdur ya. Yaponiyada maşından girsən elə bir benzindən çox şey verirsən yola. Benzin 5-dir, yol 15-dir yəni. Çox saçma. Çox saçma. Sayın Başbakanım. Həqiqətən çox saçmadır. Məncə yeni başbakan bununla bağlı bir yasa tasarısı hazırlamalıdır. Saat neçədir dostlar? Səhər saat 6-ın yarısıdır. Ancaq girişimiz möhtəşəm oldu. Saat 12-dən çıxmışıq yola. Mikrofonlarda da. Sağ ol. Sən mükəmməlsən. Təşəkkür edirəm. Çox sağ ol. Bilirsən də yəqin bunu. Fərqindəsən də buna. Bəzən hiss edirmiş kimi oluram, amma yəni mütəvaziliyimdən ötürü də o beynim üçün səslənən fikirləri susturmağa çalışıram. Ya səndə əvvəl biraz o ənaniyyət falan var idi. Amma indi o da yoxdur. Tam mükəmməl birisən. Sen yine barışmıyor. Sen öz işin. Bir şeylerinde mesela yani işin tutup tutulmağın alakalı bir şey olabilir. Veya insan strese girebilir normal olarak. Sen bende sen biraz daha farklıydı. Bende karşı bakışı. Zaten bende de. Yani mənim bu dəqiqə. Çində neçənci günümüzdür? Vüsalın 3-cü günü, Elnur'un 2-ci günü. Bugün istiqamətimiz kamp. Bəli. Kamp alanına gedəcəyik. Bəli. Gedib bir günlük kamp edəcəyik Çində. Maşında belə bir yerdə saxlamışıq. Mənzərəsi möhtəşəm. Belə göstərək. Amma məncə kampdan qabaq nə edəcəyik? Bir velosiped tur eləyək, ondan sonra da yolcu yoluna gələk. Hə. Görüşərik dostlar. Şəkil çəkmə çabası. Hal-hazırda Şihunun Qərb gölünə gəlmişik. Şihu, bilirsiniz, Hanzhou'nun talismanlarından biridir. Ən gözəl, mənzərəli yerləri burada mövcuddur. Həqiqətən bura hər dəfə gələndə özümü çox xoşbəxt hiss edirəm. Amma bu dəfə belə 23 illik, 25 illik dostlarımla buraya gəlib bir yerdə gəzmək sanki mənim üçün əziz olan bir şeyi, dəyərli olan bir şeyi, dəyərli olan dostlarıma göstərirəm. Həmin o, belə deyim də, öz oyuncağını öz dostları ilə paylaşan uşaq sevinci var içimdə. Sadəcə duyğularımı belə ifadə edeyim. Bir də dostlarımın fikrini soruşaq görək onların Hanzhou ilə bağlı təəssüratları necədir? Elnur bəy, Hanzhou ilə bağlı ilk təəssüratlarınızı xahiş edirəm. Çox gözəl. Təbiətlə şəhərin birləşdiyi bir yer olaraq mənim xatirələrimdə qalacağına inanıram. Buna görə də sənə çox təşəkkür edirəm. Sağ ol, təşəkkür edirəm. Təşəkkür edirəm sənə. Sağ ol. Sağ olmasa Yəni dinləyərdiniz. bu şəhərin gözəl olmasına görə təşəkkür edirəm. Bu şəhərin gözəl qurulmasına görə. Yox, əminəm ki, yəni bu şəhərin gözəlliyində yəni sənin böyük payın var. Zərrə olsun bir
mütəşəkkillik yoxdur bu dostların ifadələrində. İroniya. Bir ciddi yəni yəni bu şəhəri gözəlləşdirən sənsən də yəni. Hanco ilə bağlı təəssüratlarınız necədir? Hanco həqiqətən bu qədər gözləmirdim. Yəni təbiəti belə şeyləri ancaq biz nağıllarda xəyal eləyə bilirdik ya hansısa filmlərdə falan. Ancaq bunları real gözlərlə, yəni dünya gözü ilə görmək. Belə deyim də 2 gündür buradayıq, ikinci günümüzdür. 10 milyon əhalisi olan bir şəhərin içərisində belə bir mənzərəyə sahib olmaq. Yəni hətta ya burada yaşamağın xəyallarını belə qururam. Bakı bu qədər yəni rahat deyil də, yəni burada 10 milyon olmağına baxmayaraq sıxlıq və s. Pasten də burada qalmışıq elə. Özümüzü yəni heç belə yabancı kimi hiss eləməmişik. Elə belə burada doğulmuşuq, burada böyümüşük. Ya buna görə Vüsala təşəkkür edirik. Bu cür hisslərin, Allah'ım bizə bəxş etdi bu hisslərə görə Vüsala təşəkkür edirəm. Necə uşaqlar? Yaxşıyıq. İndi hal-hazırda Parisə gəldik maşınla. İnanmayan varsa sağa baxa bilər. Sola. Hə, sola baxa bilər. Düz istəyirəm. Daha Eyfel Qülləsinin biraz alt tərəfi görünmür amma yəni Eyfel Qülləsi. O Eyfel Qülləsinin altı yox, üstü görünür əsas. Önəmli üstüdür. Şəhərin mərkəzində uşaqlar Paris küçələrində canlı olaraq gəzirik. Axır böyük vaxt itkisindən sonra deyək. Böyük vaxt itkisindən sonra zövqümüzə uyğun bir yer tapa bildik. Kamp eləməyə, piknik eləməyə, hətta gözəl yerdədir. Gölün kənarındadır. Əşyalarımızı yığırıq, gedirik. Axşam yeməyimizi tez bişirib, ondan sonra istirahətimizi eləməyə. İstirahətimizi eləməyə. Yolcu yola gəlir, davam edək. Limon verirsən. İşıqlarımızı qurduq. Salatımızı, sucuğumuzu hazırlayırıq. Mənzərə qəşəngdir, amma göstərə bilmirik. Elnur müəllim ətləri düzüb. Burada da indi qaranlıqdır. Ancaq burada göl var. Elnur bəy. Nə bişirirsiniz Elnur bəy? Bir şeyle. bir yere çıkılırdan bir yere. Qıllıqdan deyir. Pis günümüz belə keçsin, bilib. Elnur sağ olsun her şey pişirdi. Sağ olsun, sağ Biz olsun. de yedik. Yemədi, yedirdi. İçmədi, içirdi. Kömək olsun yəni. Ben bir sene heyecanla gözləyirəm. Sabah açılsın görək buranın mənzərəsi necədir. Çayımızı da qoyduq. Söhbətimizi eləyək. Biraz qaranlıqdır hava. Fındıqlı şəki paklavası. Şəkidən gəlib. Hal-hazırda Çində şəki paklavası yedik. Şəki halvası da əslində bu. Paklavası deyil. Əli Əhməd dayı yanlış yazıb. Səhv yazıb. O inab deyirəm, xurma. Xurmanın elə bir tam yetişməmişi. Novruz bayramında Azərbaycanda olur bu. Qızarır, bu rəng olur, sonra quruyur. Biz onu Novruz bayramında yeyirik. Amma bunun elə bir iki halıda belə olur. Nabla. Ağına. Dünən pikniyimizi burada elədik. Gecə olduğuna görə tam mənzərənin dadını çıxarda bilməmişdik. İndi gəldik yenə piknik alanımıza. Hancoya çox yaxındır. Hardasa Hanco şəhər mərkəzinə 20 km uzaqlıqda bir yerdir. Nə varsan ha? Səhər yeməyinə nə var? Səhər yeməyinə sucuqlu yumurta var. Əllərinizə sağlıq usta. Çox sağ ol. Vüsal da hər zamanki kimi. Nə yağından da? Nə yağından da? Çayımızı hazırlayırıq. Tahini, pəkməzimiz də hazırdır.
Ben 5-6 defa şekilde bakarım orada. Mütez olmamış. Valla. Mənzərəsi süper olan bir yer. Qar yağır. Amma yerdən isti su çıxır. Sən o isti suda takılırsan amma isti Havuz yerdən, kimi. havuz kimi. Təbii bir şey. Təbii ki. Su tarihi. Bəli dostlar, bugün Elnur üçün Çin səyahətinin son günüdür. Hətta son dəqiqələrdir. Artıq bərabər keçirdiyimiz vaxtın son dəqiqələridir. İnşallah bir sonraki görüşümüz hardadır dostlar? Yaponiyada. Yokohama. Yaponiya Yokohama'dadır. Bir sonraki görüşümüz Yaponiya Yokohama'da Elnur'un qonağı olacaq. Elnur oteli zadı. Elnur, yəni bax bu misal göstərdi ki, necə olmalıdır. Yəni qonaq gələndə nələr eləmək lazım, ev sahibi olmalı. Gələndə Yəni, eyni performansın 3/4-ni göstər bizə yetər. Ondan sonra da inşallah kəndində. Ondan sonra da ailələrlə bir yerdə göstermiş ki. Yox, o qarışdırma. Tarixlə əlaqəli dostlar. kəndindəki tanımayanda yoxdur deyə düşünürəm. Yəni hər kəs artıq kəndini tanıyır. Bir sonra ikinci görüşümüz də gələn il yay ayına kəndindədir. İnşallah. İnşallah. Elnur sənə yaxşı yol. İnşallah sağ-salamat. Gələn görüşlərdə yenə qaldığımız yerdən davam edəcəyik. Yapalım arkadaşlar, yine yapalım. Yapmıyoruz. Yapmıyoruz. Vallahi yapmıyoruz. Çok güzel. Mükemmel bir 4 günün ardından uşaqlar artıq evə dönmə zamanıdır. Bəli, Vüsala qonaqpərvərliyindən dolayı çox təşəkkür edirik dostlar və bu mahnını sağ üçün bəli. Çox sağ olun. Biz artıq hava limanına varmaq üzrəyiz. Bəli, Viv radiodaydınız siz. Sağ olun dostlar. Elə bir şey. Çaydan bir görüşürüz. 4-5 ay bir təşkil edirik. Yok olma. Sen lütfen olsun. Hadi sağ-salamat getdik. Çok sağ olun. Sağ olun. Get. Hə, indi səhər saat 7-nin yarısıdır. Vüsalda yola saldıq. O belə deyim də, adamın içində belə qəribə bir hiss olur. Böyük ehtimal çoxunuz bilirsiniz bu hissi. Məsəl üçün evə qonaq gələndə, yaxın dostu yola salanda, yaxın dostundan ayrılanda, sevdiyimiz insanlardan ayrılanda içimizdə o formalaşan hiss. Belə deyək də 2003-cü ildən bir yerdə vaxt keçirdiyimiz dostlarımız Vüsalla Azərbaycanda çox vaxt keçirdik. Elnurla universitet və Yaponiya illərində bir yerdə vaxt keçirdik. Hamımızın belə deyim də həyatı fərqli şəhərlərdə davam eləməyə başladı. Belə fürsətlər, belə deyim də, biri Yaponiyadan, biri Azərbaycanın, biri Çində olan dostların bir araya gəlib bir yerdə vaxt keçirməsi həqiqətən asan deyil. Çünki ailələrimiz var, iş qrafikimiz çox fərqlidir. Fərqli tərs həyatlar yaşayırıq, amma 2-3 ildən bir və ya 4 ildən bir araya gəlib bir yerdə vaxt keçirməyimiz yenə həmin o uşaqlıq illərindəki o anıları bir yerdə təkrarlamaq, bir yerdə danışıb söhbətləşmək, vaxt keçirmək həqiqətən möhtəşəm hissdir. İnsan həyatında bu kimi fürsətlər çox az olur və belə deyim də, dost qazanmaq həqiqətən çox çətin bir şeydir və həmişə o dosta sahib olmağının rahatlığını və özgüvənini və ya qürurunu yaşamışam. Həqiqətən bu cəhətdən özümü çox xoşbəxt hiss edirəm ki, həyatın bir nöqtəsində elə olub ki, dost qazanma fürsətim olur. Çünki bu fürsətlə hamı qarşılaşa bilmir. Elnurla Vüsal da mənim üçün həmin o insanlardır. Dünyanın harasında olursa olsun, dara düşəcəyim təqdirdə bir zəng qədər, bir mesaj qədər yaxın olduğum insanlardır. İllərdir ayrı qalmamızı baxmayaraq, mütəmadiyyən həftədə 2-3 dəfə danışdığımız, dərdləşdiyimiz, fərq yoxdur iş ortamı və ya fərqli ortamlar, həmin o insanlardır. Nəsə çox izah etməyə gərək yoxdur. Belə bir gözəl bir həftə keçirdik. Düz Elnurla 4-5 gün bir yerdə olduq. Vüsalla 7-8 gün bir yerdə ola bildik. Ümid eləyək ki, bu maraqlı günlərin, əyləncəli günlərin davamı gələcək. Belə, mən də gedim, səhər biraz yatım, ondan sonra normal həyata qaldığı yerdən davam eləyək. Görüşərik dostlar. Bu videonu Azərbaycan dilində çəkdim. Çünki Azərbaycan dilində özümü daha rahat ifadə eləmirəm, deməyim də
daha özüməm. Bu qədər. Bir sonraki videolarda görüşərik.